yaranmasına, həm tər vəzilərinin, həm də ki, müxtəlif intim problemlərinin yaranmasına gətirib çıxaracaq nəticədə və dəridə yaranan yaraların yaranmasına, bu yaraların isə gec sağalmasına qədər gətirib çıxara bilər. Təbii ki, bununla bitmir. Bu maddələri, yəni dəriyə keçən bu plastik hissəcikləri ümumi olaraq mikroplastik adlandıra bilərik. Yəni kiçik plastik maddələr və bunlar dəri vasitəsilə qana keçirlər. Qana keçdikdən sonra isə başlasın tamaşa ki, necə başlasın. Təsəvvür edin ki, birinci gedəcək sizin hormon sisteminizə çatacaq. Bunlar hormona bənzər maddələr olduğu üçün hormon sisteminə rahatlıqla daxil olurlar və insanlarda hormonal balansı pozurlar. Xüsusən də bunu cinsiyyət hormonlarında müşahidə edirik. Belə ki, qadınlarda menstrual siklin pozulması, kişilərdə isə sperm keyfiyyətinin və sayının azalması ilə nəticələnir. Təbii ki, bununla bitmir. Daha sonra immun sistemə keçir. Təbii ki, bunlar yad maddələrdir. Bədən belə bir maddə